Hər kəsə salam. Musiqi verilişimizə xoş gəlmisiniz. Bugün bizim qonağımız musiqişünas Kənan Qarayevdir. Kənan bəy, bizi təqdim edin. Mən Kənan Qarayev. Bugün gəlmişəm sizə suallar cavab verməyə. Sualınız olsa buyurun. Aydındır, bizim sizə musiqi ilə bağlı bəzi suallarımız var. Birinci sualla başlayaq. Azərbaycan musiqisinin əsas tarixi xüsusiyyətləri nələrdir sizcə? Belə baxanda Azərbaycan musiqisi qədim musiqidir. Əsasən muğam, xalq mahnıları və aşiq sənəti adlanır. Yəni şifahi ənənə ilə nəsildən nəslə ötürülür. Həm şərq, həm də qərb üslublarının təsirini daşıyır. Çox təşəkkür edirik. İkinci sualımız. Muğamın insanların həyatındakı rolu sizcə nədən ibarətdir? Muğam dinləyən insanda sakitlik, dərinlik və emosional rahatlıq yaradır. Həmçinin milli kimliyimizin bir hissəsidir və xüsusi mərasimlərdə istifadə olunur. Aydındır, üçüncü sualımız. Hansı milli musiqi alətləri bizim üçün daha önəmlidir sizin fikrinizdə? Məncə, ata, kamança və balaban ən əsas milli alətlərdir. Muğam ifasında mühüm rol oynayırlar və Azərbaycan musiqisini dünyada tanıdırlar. Aydındır və bizim axırıncı sualımız. Gənclərin xalq musiqisinə marağı sizcə necədir? Son illərdə gənclərin marağı artır, çünki xalq musiqisi müasir formada təqdim olunur və layihələrdə və sosial şəbəkələrdə daha çox görülür. Aydın Kənan bəy, çox təşəkkür edirik. Sağ olun. Qonağımız olduğunuz üçün növbəti verilişlərdə görüşərik. Sağ olun. Salam, mən Nəzrin və bugün musiqi dərsi üçün insanlardan intervyu alacağıq. Salam. Salam. Sizdən bir sual vermək istəyirəm musiqi ilə bağlı. Tamam. Sizin ən çox hansı musiqi janrlarını dinləyirsiniz? Mən əslində bütün musiqi janrlarını qulaq asıram. Ən çox düzdür belə heavy metal rock olmadığı sürəcə hər şey qulaq asıram. Yəni rock, pop fərqi yoxdur. Belə. Bəs bu günlərdə ən son dinlədiyiniz mahnı hansıdır? Ən son dinlədiyim mahnı Justin Timberlake Summer Love-dır. Belə son günlərdə də ən çox dinlədiyim mahnı isə Orxan Zeynalov Yaraşır. Çox sağ olun. Salam. Salam. Sizdən intervyu üçün sual vermək olar? Bəli. Siz xalq mahnılarını dinləyirsiniz? Bəli. Hansı xalq mahnılarını bilirsiniz? Küçələrə su sərpmişəm, Axu kimi, bir də Sarı gəlin. Can I ask you a few questions? Yeah, sure. How do you think the music affects on us emotionally? Music really has a great effect on us, on people. Like our mood can change, our life can change based on music. So yeah, music is a very important thing in our lives and our mood can change because of it. Thank you. Və indi isə opera haqqında intervyu alacağıq. Salam. Biz musiqi üçün intervyu alırıq və son zamanlarda hansı operada iştirak etmisiniz və yaxud baxmısınız və təəssüratlarınız necə olub? Son zamanlarda bu yay İtaliyaya getmişdim. Orada Ayda baxmışdım ona, maraqlı idi. Təəssüratlarınız necə oldu? Çox qəşəngdir, çox maraqlı idi, çox təsirli idi. Çox sağ olun. Oldu. Çox sağ olun, minnətdarıq. Salam. Sizə musiqi ilə aid bir sual vermək istəyirdim. Olar? Sizcə musiqi insan həyatında və sizə görə hansı rol oynayır? Məncə musiqi insan həyatında çox mühüm rol oynayır. Çünki mən hər zaman özümü necə hiss etməyimdən asılı olmayaraq, yaxşı da hiss etsəm, pis də hiss etsəm, həmişə müxtəlif musiqi janrlarına qulaq asmağı üstün tuturam. Xüsusilə də klassik musiqilər həmişə insanın ruhunu təravətləndirir. Oldu, çox sağ olun.
Azərbaycan musiqisinin xüsusiyyətləri muğam ənənəsi, improvizasiyalar, qədim tarixi və zəngin melodiyalara bağlıdır. Azərbaycan muğamının bizim həyatımızda böyük rolları var. İnsanın emosiyalarını təsir edir, ruhunu sakitləşdirir və ən önəmli alətlər, Azərbaycanın əsas önəmli alətləri milli olan tar, kamança, balaban. Gənclərin marağı getdikcə artır, xüsusilə modern təqdimatlarda gənclər muğamı daha da zənginləşdirir. Müasir və ənənəvi qarışması inkişaf üçün faydalıdır, ənənəvi daha əlçatan edir. Musiqinin təsiri insanları birləşdirir, duyğulara və düşüncələrə təsir edir.